Xoş gördük əziz dinləyicilər. Bu günləri yəni dünya düzəni qurulması məsələsində bütün dünya ölkələrinin bilirsiniz o praktiki olaraq 2-ci Dünya müharibəsindən sonra o dağılmış o düzənin formalaşdırılması üçün hər bir ölkə özünə müttəfiq axtarır. Siz hiss edirsinizsə, baxırsınız, görürsünüz biz NATO-nu, Avropanı müttəfiqsiz görürük, Amerika çıxıb gedir, Amerika öz ənənəvi müttəfiqlərindən ayrılır. Öz ənənəvi müttəfiqlərindən ayrıldıqdan sonra burada bizim regionumuzda ən vacib olan Türkiyə kənarda qalır. Artıq biz Türkiyənin də özü üçün müttəfiqlər aradığının şahidi oluruq. Amma çox təəssüflər olsun ki, Türkiyənin apardığı o səhv siyasət özünə müttəfiqləri kənarda axtarır. Gah deyir Çin və Rusiya, daha doğrusu Çin və Rusiya ilə ittifaq quraq. Bunu əsasən BHP deyir. Digər tərəfdən meyllənir Səudiyyə Ərəbistanın Misir və Pakistan ittifaqı quraq. Bu ittifaq qurulduqda da hər kəs bilir ki, bu İsrailə qarşıdır və İsrail də o saat regionun ən güclü ölkəsi olan Hindistanla müttəfiqliyə girir. Yəni hara çəkilirsə bu günləri Türkiyə üçün və Türkiyənin müttəfiqləri olan Azərbaycan və Orta Asiya üçün bu ölümdür əlbəttə ki. Bu müttəfiqlik əlbəttə ki baş tutarsa Azərbaycan üçün bu Azərbaycan xalqının maraqları üçün də bu demək olar ki keçilməzdir. Niyə görə? Çünki Azərbaycan və Orta Asiya hər zaman Çin və Rusiya tərəfindən işğal olunub. Bu mənada bizim müttəfiqlərimiz qarşı tərəfdə olmalıdır və əsasən də o müttəfiqləri də bugün kifayət qədər inkişaf etmiş ölkələrdir. Bu günləri biz yenidən həm Zelenskinin dillərindən bunu çox eşitmişik, həm də bu günləri bir daha Türkiyənin Yıldırım Han projesi ki həyata keçdi, supersonik raket 6000 kilometrlik balistik raketi ki sınavda daha doğrusu təqdim olundu. Əlbəttə biz bunu təbrik edirik, sevinirik buna. Bundan sonra yenidən biz Erdoğan'ın çıxışını gördük. O bildirdi ki Avropa Birliği bizi təhlükəsizlik çəpərinə salmalıdır. Türkiyə həmin Türkiyə deyil filan bəsməkan bilirsiniz bu barədə kifayət qədər danışıqlar oldu. Amma bunun ruhuna da uyğun olmaq lazımdır. Türkiyə bunu göstərməlidir. O sözlərlə deyil, söz ifadələri ilə deyil. Bugün Avropa böyük bir gücdür. Hindistanla da bir müqavilə bağlı və 2 milyardlıq bir ərazidə belə deyək, bir ticarət tərəfdaşı var və Ukraynada artıq onun müdafiə məsələsində kifayət qədər ciddi rol oynayır və bugün bunu biz hər bir mənada şahidi oluruq. Ona görə də hər bir ölkə bir müttəfiqlik axtarır. Bu mənada bizimlə müttəfiqliyimiz kim ola bilər? Əlbəttə Azərbaycanın və Orta Asiyanın müttəfiqi İsraildir. Bu mənada Amerikadır. Amma biz bu məsələdə çox təəssüflər olsun ki, Türkiyəni kənarda görürük. Bu mənada Avropanın da, Amerikanın da bizə diqqəti biraz kənarlaşır. Necə kənarlaşır? Artıq bizimlə müttəfiqlik qurur. Və bu müttəfiqliklərdən biri də məhz bizim dostumuz, qardaşımız həqiqətən də ruhən, siyasət baxımından, xalqların mənafeyi baxımından ən paralel siyasət yürüdən də Qazaxıstandır. Bu günlərdə Qazaxıstan məhz 5-6 gün bundan əvvəl İsrailin prezidentini qəbul etdi və prezidentlə İbrahim sazişini imzaladı. İbrahim sazişi ilə bərabər artıq çox məqsədli əlaqələr qurdu Qazaxıstanla. Bundan biz də demək olar ki, biz, yəni Azərbaycan, Qazaxıstan, İsrail bir tandemi yaranır. Əlbəttə, bura Amerikada gəlsə, bu bizim üçün çox qənaət bəxşdir. Amma biz könül istərdi ki, Türkiyədə orada olsun. Könül istərdi ki, Türkiyə ərəb ölkələri ilə yox, daha çox Türk ölkələri ilə olsun ki, biz bu məsələdə birgə siyasət yürüdə bilər. İndi əlbəttə ki, Türkiyənin içində bu İsrail məsələsi, Qəzza məsələsi çox qalxır. Amma onlar düşünmək istəmirlər ki, Azərbaycanın qayğıları ilə Orta Asiyanın qayğıları tamamilə fərqlidir. Bizim üçün təhlükələr tamamilə fərqlidir. Bizim üçün təhlükə Rusiyadır. Biz özümüzü Rusiyadan qorumaq istəyirik. Orta Asiya üçün təhlükə, növbəti təhlükə Çindir. Biz əlbəttə özümüzü oradan qorumaq istəyirik, Çindən qorumaq istəyirik və nəzərə almaq lazım ki, Uyğur ərazisi də oradadır. Məhz bu barədə bizim ittifaqımız İsrail, Orta Asiya və Amerika ittifaqı bizi xilas edə bilən bir ittifaqdır. Bizim gələcəyimiz və inkişafımız qərb hissədədir. Yəni bunu başa düşməlidir. Türkiyədə hansısa məzhəbçi bir siyasət yürüdə bilərlər. Biz o məzhəbçilikdən kifayət qədər uzaqdayıq. Bizim apardığımız siyasət yalnız və yalnız xalqımızın və təhlükəsizlik maraqları üzərində apardığımız siyasətdir. Məsələn, Türkiyənin kənarda qalması çox təəssüflər olsun ki, Avropanın da Amerikanın da, əsasən Avropanın da Türkiyəni kənarda qoyduğunun şahidi oluruq. Nədən? Ona görə ki, Türkiyənin apardığı siyasət
təəssüflər olsun ki, necə deyirlər, məqsədli siyasət deyil. Onun məqsədi Avropaya qarşıdır. Bəzi vaxtlarda tamamilə Avropaya qarşı olur və planlaşdırıla bilməyən bir müttəfiqə çevrilir. Ona görə də onun silah sənayesini nə qədər istehsal edir, etsin, bununla bərabər həm də bir planlaşdırılan müttəfiq olmaq lazımdır. Yəni, mən əsasən diqqəti ona çəkmək istirdim ki, bu günlərdə İsrailin baş prezidentinin Qazaxstana getməsi bizim maraqlarımız üçün də xeyirlidir. Biz İbrahim sazişinə girməyə ehtiyacımız yoxdur. Çünki zaten biz yeganə müsəlman ölkəsi idik ki, o plan olmamışdan qabaq da ondan daha sıx planda biz İsraillə müttəfiq olmuşuq. Düşünürəm ki, bizim gələcəyimiz üçün, bizim təhlükəsizliyimiz üçün burada İsrail, Azərbaycan, Qazaxstan növbəti surətdə Türkistan ölkələri bütövlükdə və Amerikanın da burada olması bizim gələcəyimiz üçün daha xeyirli ola bilər. Təşəkkür edirəm.